isə tədbirə giriş etmək üçün sözü forumumuzun layihə rəhbəri Osman Məmmədliyə veririk. Osmanın forumla bağlı əla xəbərləri və sürprizləri olacaq. Buna görə də sizin bolluca alqışlarınızla Osman Məmmədlini səhnəyə dəvət edirik. Hər kəs salam. Səsimi hamı eşidir? Əla. Bir alqış eşitmədim. Mən öncəliklə bir şey deyim. Mən zalın belə bu qədər dolu olacağını layihə rəhbəri olsam belə çox düşünmürdüm. Ona görə belə açığı hafif bir həyəcan var. Olmalıdır da, zaten yaxşı bir şeydir. Arada bəzi sözləri, nə bilim, yeyə bilərəm, bəzi sözləri yaxşı səsləndirməyə bilərəm. Ona görə ümid edirəm ki, bunu anlayışla qarşılayasınız. Deməli, özümü tanıdım, adımı, soyadımı görürsünüz. Zaten 3 ekranda, Osman Məmmədli deyə. Mən forumun layihə rəhbəriyəm. Bugün sizlərə GSMF hardan haraya başlığı altında mövzudan çox belə qısa formada çalışacağım, danışım. Biz ümumiyyətlə hardan gəlmişik, hara gedirik, nə eləmək istəyirik deyə çox qısa formada danışmaq istəyirəm. Görək kliker işləyirmi? Ciu, əla. Deməli, bizim çox aldığımız bir sual var idi. Ümumiyyətlə, biz bunu komandadan da bu sualı çox alırdıq, iştirakçılardan da alırdıq. Biri məni yolda tuturdu ki, bəs qardaş, mən səni reklamlarda görmüşəm, siz neyini yiyirsiniz? Yəni, bizi nə məcbur elədi ki, belə bir forum keçirək? Bu sualı çox alırıq. İstəyərdim ki, bu suala cavab verim. Cavab vermək üçün gəlin sizə belə danışım. Yəqin ki, belə bir şey gözləmirdiniz də, belə bir şəkil. Buradakılardan biri mənəm. 2023-cü də çəkilmiş bir şəkildir. Bu arada o dönəmlər də çox çirkin olubmuşam, indi fərqinə vardı. Biz nə edirik? Kabab pişiririk. Biri mənəm, digəri də Hacıdır, Hacı Qafarov. Hacı, haradasan? Hə, buradadır. Hacı bizim forumun layihə rəhbəri və ideya müəllifidir. Bu arada biz Hacı ilə də qohumuq. Bu şəkil də Naxçıvanda bizim kənddə, babamgilin evində çəkilib, həyətində daha doğrusu. Biz kabab pişiririk. Niyə kabab pişiririk? İndi birazdan onu açıqlayacağam. Hər adamın elə çox yaxşı elədiyi bir neçə şey var. Bizim də düşünürük ki, çox yaxşı elədiyimiz işlərdən birisi şəkildə bəlli olduğu kimi kabab pişirməkdir. Digəri də ümumiyyətlə auditoriyadan bəlli olduğu kimi tədbir eləməkdir. İndi kabab pişirmək hələ ki qalsın bir kənarda. Keçək bu tədbir məsələsinə. Biz deməli, bu kabab pişirmədən öncə ətləri qoyduq dinlənsin, keçdik evə. Hətta çox yaxşı xatırlayıram, Hacı belə yataqda uzanıb, əlində telefon, mən də yerdə uzanmışam, mənim də yenə əlimdə telefon və buna öncə elə deyim ki, bizdə kənddə internet falan yoxdur. Necə yoxdur? Yəni, var, amma yox kimi bir şeydir. Ya da yoxdur, amma var, qarışıq bir şey. Orada Hacı birdən qayıtdı, dedi ki, bəs Osman, mən bugün telefondan 9 saat, nə bilim, neçəsə dəqiqə istifadə eləmişəm. Oyda, mən də dedim, necə yəni? Mən də baxdım ki, bəs mən hardan baxa bilərəm buna? Baxdım, gördüm ki, mən də 7 saat nə qədər istifadə eləmişəm. Hətta orada bir məzələndim ki, yox, mən səndən yaxşıyam, amma əslində heç də yaxşı bir durum yoxdur da burada. Yəni 7 saat istifadə nə deməkdir? Özdəki internetin olmadığı bir yerdə, şəbəkənin düzgün olmadığı bir yerdə, yəni, biraz çox gəldi bizə. Daha sonra biz nə elədik? Aramızda bir söhbət oldu, mən çox qısa özə keçəcəm. Dedik, biz çox sosial mediadan istifadə edirik. Yəni, elə bir situasiyada belə, elə bir ortamda belə, getmişik babamgilə, orada babamla söhbət eləmək var və s. və s. Biz götürüb telefonla məşğuluq da, yəni scroll eləyirik ancaq. Dedik, biz nə eləməliyik? Belə bir boşluq var da, amma sosial mediadan istifadə eləyir. Amma nə qədər faydalı istifadə eləyir, məsələ odur. Bir də bir kənarda da şey var, işte bizim forum təcrübəsi var, işte tədbirlər edirik və s. və s. Dedik, gəlin bu ikisini birləşdirək. Nə eləyə bilərik? Hacı bəs qayıtdı ki, sosial media forumu eləyək. Mən də dedim, okey də eləyək. Adı da olsun Gənclərin Sosial Media Forumu. Belə oradan bir başlamaq istədik. Amma bizə nə lazım idi? Görəsən, təkcə biz mi belə düşünürük, yoxsa ümumiyyətlə hamı belə düşünür? Bunu əsaslandırmaq üçün belə bir sorğu keçirdik. 1000 nəfərdən çox iştirak elədi bu sorğuda və
Sorğunun nəticəsində biz gördük ki, iştirakçıların 51.9%-i sosial mediadan 4 saatdan çox istifadə eləyir. Okey, bu yaxşı xəbərdir bizim üçün. Təbii ki, ölkə gəncləri üçün deyil. Və həmin iştirakçıların da 65% qədəri bu istifadə elədikləri zamanın faydasız olduğunu düşünür. Dedik ki, okey da, tamam, biz bu işi eləməliyik. Belə bir boşluq var. Necə eləməliyik? Başladıq işləməyə. Necə başladıq işləməyə? Bir komanda toplamağa başladıq. İndi adlarını bir-bir saymayacağım, arkada var. Bu arada üzr istəyirəm burada şəklini yerləşdirdiyim adamlardan, komanda yoldaşlarımdan. Nəyə görə? Belə çox pisdir da, yəni məsələn özəlliklə bu onlayn görüşdə gecənin yarısı, gecə saat 3, 4, 4-5 saat görüşürük gecələr. Pulumuz yoxdur, sponsorumuz yoxdur və s. belə bir dönəm içərisindəyik. Amma xoşbəxtdik, əsas məsələ. Biz nə elədik? İşləməyə başladıq, bir şeylər eləyirik. Az öncə nə dedik? Bir problem var sosial media tərəfdə. Dedik, okey, problem varsa həlli də var dedik və ekranlarda gördüyünüz ölkənin sosial media əjdahalarını 2024-cü ilin 5 mayında elə bu zalda bir araya topladıq və bu gördüyünüz spikerlərin çıxışı ilə biz forumu uğurla həyata keçirdik. İndi isə nə etmək lazımdır? Bizim bir qonağımız var. Niyə qonağımız var? Necə qonağımız var? Biz keçən il tədbir elədikdən sonra dedik ki, ayağımızı biraz daha belə qaza basmalıyıq. Bizim xaricdən bir spikerimiz olmalıdır. Bu kim olmalıdır? Araşdırdıq, elədik və dedik ki, Betül Uslu olmalıdır. Betül Uslu da Türkiyədən qonaq olaraq gəlib və forumumuzda da algoritmlər beynimizi əridirmi mövzusunda çıxış eləyəcək. İstəyərdim Betül xanımı da elə bir alqışlayaq. Təbii ki, tədbir yalnızca Betül xanımın çıxışıyla deyil. Hazırda ekranda gördüyünüz, belə alovlarla da bəzədiyimiz ölkənin sosial media əjdahalarımı deyim, sosial media canavarlarımı deyim, biraz peşəkarlıqdan kənar, spikerlərin çıxışı ilə davam eləyəcək. Baxıram, vaxtıma da 3 dəqiqə 10 saniyə qalıb. Əla, yaxşı gəlmişəm deməkdir. Spikerlərlə tanış oldunuz. Yəqin ki, zaten bilet alarkən və ya bizim agendalara baxarkən də spikerləri müəyyən qədər tanıyırsınız, görmüsünüz. Və siz bura spikerlər dinləməyə gəlmişsiniz də. Yəqin ki, düşünmürdünüz ki, bir dənə qaqaş çıxacaq, nəsə danışacaq falan, bizim vaxtımızı alacaq. Ona görə də mən düşünürəm ki, artıq səhnədən yavaşdan enməyin vaxtı gəlir. Amma belə əliboş da enmək istəmirəm. Təbii ki, əslində yenə əliboş enəcəm. Amma sizə bir hədiyyə vermək, daha doğrusu hədiyyənin yolunu göstərmək istəyirəm. O deyir, göydən 3 alma düşdü. Burada 3 alma düşsə sizə satmayacaq, amma onda biz 800 alma yox, sponsorlardan hədiyyə. Bizim sponsorlardan hədiyyələrimiz olacaq və bütün iştirakçılar bu hədiyyələrdən faydalana biləcək. İstəyərdim ki, bunun sizə mesajını verim. Stendlərə yaxınlaşın fasilələrdə. Sponsorlardan, tərəfdaşlarımızdan hədiyyələr alın. Bundan əlavə olaraq son belə nələr demək istəyərdim. Spikerləri foyedə tutun, sualınız varsa verin, əminəm ki, cavablayacaqlar. Ətrafınızda olan tanımadığınız adamlarla networking eləyin. Çünki aşağı yuxarı eyni kontingentdən olan insanlarıq və düşünürəm ki, faydalı olacaq bu networking. Məsələn, orada oturan bir şəxslə, yəqin ki, networking eləməlidirlər, coffee break və nahar fasilələrində. Ona görə bu çox önəmlidir. Bunu eləmək lazımdır. Çünki bu kimi tədbirlərin də məqsədi zaten sağlam networking mühitini yaratmaqdır. Belə, spikerlər diqqətlə dinləyin, telefonlardan istifadə eləyin, amma necə? Qeyd olaraq, yəni qeydlərinizi orada götürün. Sosial mediadan burada istifadə eləməyimizə çox da ehtiyac yoxdur. Nə qədər sosial media forumunda olsaq da, burada istifadə eləməyik. Çıxaq, oradan sonra orada istifadə eləyərik. Paylaşımları orada eləyərik və ya breaklərdə eləyərik. Amma telefonlarda qeyd götürək və spikerlərdən həmin qeydləri soruşaq. Belə, mənim çıxışım təxmini elə bu qədər idi. İstəyərdim ki, hazırsa başlayaq. Hazır olub-olmadığımızda alqışla yəqin ki, görə bilərik. Əlasız. O zaman mən aparıcını könüllü səhnəyə çağırmaq istəyirəm. Aparıcı da artıq dəyərli spikerlərimizi sırayla səhnəyə dəvət edəcək. Hər birinizə təşəkkür edirəm. Özəlliklə həftənin son 6-cı günü, şənbə günü
bu saatda bura gəlməyiniz həm özünüzə, həm bizim komandaya verdiyiniz dəyərdən irəli gəlir. Ona görə də sizləri təbrik edirəm. Çox sağ olun, yaxşı ki varsınız.